Mən bu günləri səhər radələrində e, bu Alyans MTK kimi İlham Bağırovun elədiyi mundar hərəkətlərdən birini də əlavə olaraq gördüm. Melissa Parkın cəmaatın evinin içinə girərək ekskavatorla cəmaatın evini darmadağın edir. Evdə yaşayış ola-ola artıq hərəkətlər edirlər. Və bunun nəticəsi də mənə xoş oldu ki, Cənab Prezident İlham Əliyevin göstərişi ilə işlər təxirə salınıb, qarşı tərəfə tədbirlər görülməsi barəsində göstəriş verilib və bu da mənə xoş oldu. Cənab Prezident, sizdən dönə-dönə xahiş edirəm, rica edirəm. Bu Alyans MTK-nın rəhbəri olan İlham Bağırova da Melissa Park kimi bir göstəriş verəsiniz ki, burada da özbaşınaçılıqlar var. Cəmaatın evini söküb, şuman edib, şumlayıb, cəmaatın əlində bir sort təmiz kupçə ilə sənədi, reistr xidmətindən olan sənədi, sünədi hazır vəziyyətdə. Amma bu İlham Bağırov Melissa Park kimi gəlir, özbaşınaçılıq edib, cəmaatın evini sökür, heç nə olmamış kimi. Elə bil ki, atasının evidir. Bu özbaşınaçılıqdır. Həmən bu İlhamın elədiyi hərəkətlərdə, İlham Bağırovun elədiyi hərəkətlərdə icra başçısı Elşad Həsənov Eldaroğluya məxsus bir yerdir də, yəni onun sahəsidir. Orada o baxır. Zəhmət olmasa Melissa Park kimi göstəriş verəsiniz. İlham Bağırovun da barəsində müvafiq tədbirlər görülsün. Belə özbaşınaçılıqlar olmaz. Vallah, mən görürəm, şoka düşürəm. Mən dünənlər qohumum Dilarə xanıma yığmışam ki, bəs gəlim görüşək bir baxım. Deyir, bala, deyir, hara gəlirsən, deyir. Ev, deyir, sökülüb, deyir, şumaldır, deyir. Torpağın üstündə qalmışıq, küçənin ortasında. Belə özbaşınaçılıqlar olmaz. Vallah, nə bilim,